Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağabəyli Saməddin. Bugün sizə 23 iyun 2026-cı il sertifikasiya imtahanında, yəni ikinci şans müəllimləri üçün olan imtahanda olmuş ibtidai sinif üzrə riyaziyyat suallarını izahını verəcəm. Diqqətli olun ki, bu sual tipləri qarşınıza yenidən çıxdıqda növbəti imtahanlarda tip olaraq bu tipləri yaza bilərsiniz. Birinci sualımız, sürətləri fərqi 15 olan iki avtomobil A və B məntəqələrindən eyni anda və qarşı-qarşıya yola düşdü. Onlar hərəkətə başladıqdan 3 saat sonra aralarındakı məsafə 675 km oldu. Sürəti az olan avtomobilin sürətini tapın. Bu sual yenidirəm. Qarşı-qarşıya da verilə bilər, əks istiqamət də verilə bilər. Çünki bilirsiniz ki, ikisinin də qaydaları eynidir. Bu suala bir neçə yanaşma var. Bunu tənli ilə də yaza bilərik, tənlisiz də yaza bilərik. Biz nə öyrənmişik? Öyrənmişik ki, qarşı-qarşı hərəkətdə sürətlər nə olur? Toplanılır. Yəni V1 ilə V2-ni siz toplayıb zamana vuranda 675 eləməlidir, düzdürmü? Yəni bunların 3 saata 675 km getdiyi məlumdursa, 675-i 3-ə bölərəm. 675-i 3-ə böləndə eləyir 225. Yəni sürətləri cəminin 225 olduğunu taparam. Sürətləri fərqi də 15-dir. Yəni V1 çıx V2 də 15-dir. Bu qaydanı biz sizlərlə 100 dəfə işləmişik ki, 2 ədədin cəmi və fərqi verilibsə, sürəti çox olanı soruşsa topla bölü 2, sürəti az olanı soruşsa çıx bölü 2. Məndən sürəti az olanı soruşur, yəni V2-ni soruşur. 225-dən 15-i çıxıb böləcəm 2-yə. Bu bizim hazır qaydamızdır. Yəni qaydalar bilən bunu gedib rahatlıqla imtahanda yaza bilər. Bərabərdir 105. Müəllim, mən bunu 1-nə x çıx 15 yazdım, topladım. Vurdum 3-ə bərabərdir 675 elədim. Düz eləmişəm. Müəllim, mən bunun 1-nə x də 15 yazdım. Vurdum 3-ə 675 elədim. Sən də düz eləmişsən. Yəni bir məsələnin 3 dənə yolu var. Mən sizə birini göstərdim. Bu sualı sizə hətta FES-in kitabından da tip olaraq göstərmək istəyirəm ki, məsələn bax, FES-in kitabından səhifə 31-də 15-ci sual tipi. Bu sualda hətta biraz da biz artıq hissə vermişik. İmtahana bundan da rahat düşür. Bax, sürət fərqi biz 8 demişik. İndi imtahanda 15 olur və s. Zaman biz 4 saat demişik. Aralarında 30 km qalır və ümumi yol 358 olur. Yəni məsələ tip olaraq eyni tipdir. Sadəcə imtahana bundan da rahat forması qarşınıza çıxıb. Yəni, təbii ki, digər sual tipləri də var. Sadəcə tip olaraq. Yəni demir ya bu sual buradan düşür və s. Yəni onsuz da ibtidai sinif səviyyəsində suallar müəyyən bir çərçivə ətrafında olmalıdır və o çərçivəyə uyğun olaraq da FES-in kitabında səhifə deməli 31-də qarşı-qarşı hərəkətdə 15-ci sual tipini görə bilərsiniz. Davam edək ikinci sualımızdan. Bağın ümumi sahəsi 196-dır. Bağın 1/4 hissəsində kvadrat formalı meyvə bağı salınıb. Həmin kvadrat formalı meyvə bağının ətrafını hasarlamaq üçün neçə metr hasar lazımdır? Baxın, 196 kvadrat metrin 1/4 hissəsi nə olub? Hasarlanıb. 196-nı böləcəm 4-ə, vuracam 1-ə. Tapacam ki, 49 metr kvadrata hasarlanıb. Tapdım mı bunu? Tapdım. Bu sual xatırlayıram ki, hansısa imtahanda yenə təkrar düşüb. Yadıma sala bilmirəm, amma sualın tipi ağlımdadır. Yəni bu sualdan bu il ərzində bir neçə dəfə işləmişik ki, köhnə ilin imtahan suallarının içərisində bu sualdan olub. Və yaranan fiqur kvadrat formalıdır. Və bunun da perimetri sahəsi 49-dur. Sahəsi 49 olan kvadrat formalı bir fiqurun tərəfi neçə olur? Əlbəttə 7 metr olur. Sən 7-ni 7-yə vurarsan da 49 kvadrat metr alasan. Deməli bu fiqurun tərəfi, yəni kvadratımızın tərəfi 7-dir. Hasarlamaq istəyirəm. Hasarlamaq bunun perimetri boyunca çəpər çəkmək deməkdir. Yəni sən bu fiqurun tərəfi 7 olan kvadratın perimetrini tapacaqsan. 4 tərəfi var, hərəsi 7-dən 28 metr bizim sualımızın cavabıdır. A variantı bizim doğru cavabımızdır. Bu sual tipindən də FES-in kitabından işləyə bilərsiniz və yaxud da əvvəlki ilin imtahan suallarının içərisində həmin sual tipini görə bilərsiniz. Üçüncü sualımız bu arada bizim dərs qruplarımıza qoşulmaq üçün 055 527 25 99 WhatsApp nömrəsini yaza bilərsiniz. İstər yay dərsləri, istər 2027-ci il MİQ sertifikasiya imtahanı hazırlaşanlar üçün artıq qruplarımız açılıb. Kater 1 saatda durğun suda 96 km sürətlə hərəkət edir. Yəni katerin öz sürəti 96-dır. Çayın axma sürəti isə 3-dür. 2 saat axına qarşı gedir. Deməli 96 üstəgəl 96 çıx 3, axına qarşı olanda çıxırıq axı. Vururuq zamana 2 saata. 3 saat axın ilə gedir. 96 üstəgəl 3, vurulsun 3, axın ilə getdi. Axına qarşı və axın istiqamətdə gedilən yolların cəmini tapın deyir. Bərabərdir. 96-dan çıxacam 3-ü, eləyəcək 93, vuracam 2-yə.
Eləcə neçə? 186. 96-nın üzərinə gələcəm 3-ü, 99 vuracam 3-ə, eləcək 297. Bizdən bunların cəmini soruşur. 297 ilə 186-nı nə edəcəm? Toplayacam. 186 bərabərdir 483. Baxın, bu bizim müdavimlərin imtahandan çıxandan sonra bizə bildirdiyi suallardır. Nə yadlarında qalıbsa ona uyğun, yəni sualları biz qeyd eləmişik. Əgər siz deyirsinizsə ki, müəllim, mənə nə bilim başqa cür sual düşüb, daha çətin düşüb, falan düşüb, bax, hodri meydan, rəy bölməsi açıqdır. İstənilən, əgər imtahana həqiqətən düşübsə sizin qarşınıza düşündürücü, çətin olan bir sual, onu rəy bölməsinə qeyd edin. Biz sizə orada yenə o formada izahları vermiş olaq. 483 bizim doğru cavabımızdır. Bu sual tipindən də yeni deyirəm. Kater məsələlərini, yəni kitabdan işləyərək siz bütün tipləri biləndən sonra gedib imtahanda rahatlıqla yaza bilərsiniz. Məsələn, Fesin kitabı səhifə 39-da məsələn 13-cü sual tipi buna uyğundur. Yenə katerin sürətini verib, çayın sürətini verib, axını ilə məsələn 4 saat gedib, axına qarşı 3 saat gedib, cəmi nə qədər yol gedib. Yəni rəqəmlər dəyişə bilər, məsələdir, riyaziyyat dəyişmir. Siz qaydanı bilərək, yəni sualları işləmisinizsə gedib imtahanda da rahatlıqla yaza biləcəksiniz. Keçək 4-cü sualımıza. Düzbucağlının uzunluğu 15 metr, eni isə 8 metrdir. Bir dənə düzbucağlımız var. Uzunluğu 15 metr, eni 8 metrdir. Düzbucağlının uzunluğunu 3 metr artırdıqda, yəni 15 oldu 18, uzunluğunu 3 metr artırdım. Enini 2 metr azaltdıqda, 8-i 2 metr azaldıram, olur 6 metr. Deyir ki, sahələr arasında fərq necə dəyişdi? Əvvəlcə köhnə sahəni tapım. Köhnə sahə nə qədərdir? 15 vur 8-dir, yəni 120-dir. Yeni sahə isə 18 vurulsun 6-dır. Yəni 108-dir. Əvvəl 120 idi, indi 108 oldu. Nə qədər fərq necə dəyişdi? 12 kvadrat metr dəyişdi. E variantı bizim doğru cavabımızdır. 5-ci sualımız. İnsan ürəyində təxminən 5 dəqiqə 25 litr qan dövran edir. Bir sutka ərzində insan ürəyindən təxminən neçə litr qan dövran edir? 5 dəqiqədə 25 litrdirsə, bəs 1 sutkada nə qədərdir? İstəsəz tənasüb qurun, 5 dəqiqəyə 25 litrdirsə, bəs 1 sutka 24 saatdır da, 24 saata nə qədər olar? X. 24-ü vurarsınız 60-a, bunu dəqiqəyə çevirərsiniz, 1440 və tənasübü çarpaz vurub həll edərsiniz. 5 vur x bərabərdir, 25 vurulsun 1440, x də bərabərdir. 1440'ı vurarsınız 25'e, bölərsiniz 5'e. Eləyər 7200. Və ya, yəni heç tənasüb qurmadan da 24 saatı dəqiqəyə çevirərsiniz. Bir günümüz 1440 dəqiqədir. Və 1440'ın içərisində neçə dənə 5 dəqiqə var? Bunu taparsınız. 1440'ı bölərsiniz 5'e. 288 eləyər. Onu da hər dəqiqəsində, yəni hər 5 dəqiqəsində 25 litr olduğuna görə 288'i 25'e vurarsınız. Bu kadar sadə. 288 vur 25. Eləyər 7200'e bərabər. B variantı bizim cavabımızdır. 6-cı sualımız. Bu arada videomuz sizə faydalısa videomuzu bəyənib paylaşmağı unutmayın. Fərq çıxılandan 3 dəfə böyükdür. Azalan, çıxılan və fərq var. Fərq çıxılandan 3 dəfə böyükdürsə fərqə x yazıram. Daha doğrusu çıxılana x yazıram, fərqə 3x yazıram. Çünki fərq çıxılandan 3 dəfə böyükdür. Deməli, çıxılan x, fərqi isə 3x-dir. Əla. İndi bizə deyir ki, belə olduğu halda mən nə başa düşürəm? Başa düşürəm ki, azalan 4x imiş. Niyə? Çünki 4 dənə x-dan 1x-i çıxarlar ki, 3x qalar da. Deməli, bu 4x imiş. Oradan 1x-i çıxıblar, 3x qalır. Çıxılan fərq və azalanın birlikdə cəmi 240-dır. Çıxılan fərq və azalan, yəni 4x, x və 3x. Bunların cəmi 240'a bərabər imiş. Topladım 8x, 240, x bərabərdir. 240'ı 8'e böldüm, 30. Bizdən fərqi tap deyir. Bax, çıxılan 30'dur. Amma fərq 3 vurulsun 30, yəni 90'dır. D variantı bizim doğru cavabımızdır. 7-ci sualımız. Bərabər tərəfli 3 bucağın bir bucağını 14 dərəcə azaltdılar. Bilirik ki, bərabər tərəfli 3 bucağın 3 bucağı var və bütün bucaqları bir-birinə bərabərdir. 3 bucağın daxili bucaqların cəmi 180 dərəcə olduğuna görə 180'i 3'ə bölürəm. Bir bucaq 60 dərəcə olur. 60 dərəcəni 14 dərəcə azaldanda edir 46 dərəcə. Həmin dəyişiklikdən sonra bu bucağın yeni qiyməti
46 dərəcəyə bərabərdir. 8-ci sualımız bərabərsizlik sualımızdır. Gəlin diqqətlə baxaq bu suala. Əvvəlcə 463-dən 251-i çıxacam. 463-dən 251-i çıxanda 212 eləyir. Böyüdür 4a üstəgəl 3. 3'ü sola keçirəcəm. Yəni 212 çıxılsın 3 böyüdür 4a-dan. 212-dən çıxanda 3'ü 209 böyüdür 4a. A nədən böyükdür və ya A nədən kiçikdir daha doğrusu? 209'u bölürəm 4'ə. 209'u 4'ə böləndə 52 və qalıq qalır. Yəni 52, 53, 52 qalıq bu nöqtədir. 52 ilə 53 arasındadır. Bu nöqtədən kiçik tərəfə gedəndə, çünki A o nöqtədən kiçikdir axı, ən böyük natural qiymət elə 52'nin özü olur. Yəni D variantı 52 bizim doğru cavabımızdır. Yəqin ki, imtahandakı sualda cavablarda 51 və 53 də olub. İndi bizə sualı veriblər, variantları deməmişlər. İndi biz variantları tələsik bu formada yazmışıq, amma çox güman ki, imtahanda cavablar 51 də olub, 53 də olub, amma bu sualın, yəni variantlarda onlar olmağına baxmayaraq doğru cavabı 52'yə bərabərdir. 9. Malın qiyməti 250 manatdan 200 manata endirildi. Qiymət neçə faiz azaldı? Bu gün düşmüş sertifikasiya imtahan sualı faizlə bağlı. 23 iyun 2026-cı ilin sualı. 250 manat əvvəlki qiymət olsun 100 faiz. 200 manat da yeni qiymət olsun x. Bunu bir neçə yolla yazacağım. Bu birinci yol. Ne edirəm? Çarpaz vururam. 200'ü vuracağım 100'ə, böləcəm 250'yə. Bu bir yol. 200'ü vurdum 100'ə, böldüm 250'yə. Elədi 80 faiz və görürəm ki, əvvəl 100 faiz idi, indi olub 80 faiz. Nə qədər azalıb? 20 faiz azalıb. Bu bir yol. Və ya 250 100 faizdirsə, bəs azalan hissə 250-dən 200'ə çatmaq nə qədər azalmaq deməkdir? 50 manat azalmaq deməkdir. 50 manat neçə faizdir? Bu birbaşa cavabı tapır. Çarpaz vuram, 20 faizi alıram. Yəni nə etsəz də sualın cavabı 20 faizdir. Birində 100'dən 80'i çıxıb 20'ni almalıyam. Başa düşürəm ki, bu yeni qiymətdir. Nə qədər azalıb 20 faiz. Bu isə azalmanın faizidir. Yəni neçə faiz azalıb? 20 faiz azalıb. 10-cu sualımıza baxırıq. Yenildirəm, bu suallar müdavimlərin imtahandan çıxandan sonra bizə bildirdiyi suallardır. Əgər siz yəni imtahanda başqa suallar olubsa, daha düşündürücü, daha fərqli suallar olduğunu deyirsinizsə, sualı əgər düzgün şəkildə videonun rəy bölməsinə qeyd edərsəz, biz də onun həllində sizə kömək eləyə bilərik. Eni 110 metrdir, uzunluğu 150 metr olan düzbucaqlının sahəsini tapın. 110'u neyniyəcəm? Vuracağım 150'ye. Bu qədər sadə. 110 vur 150, 16.500 metrin kvadratıdır. A variantı bizim cavabımızdır. 11. A üstəgəl B 419, A çıx B 137. Yəni da biz bu tipdən, yəni 2 ədədin cəmi və fərqi olan tipdən, hətta biz bunu dərs sahlarını keçəndə qızıl qayda kimi yazdırırıq. Normalda bunu sistem tənliyi kimi eləyirlər, amma biz ibtidai sinif qaydasını demişik ki, 2 ədədin cəmi və fərqi verilirsə, böyük ədədi soruşsa, cavabları topla bölü 2, kiçik ədədi soruşsa, çıx bölü 2. Bizdən böyüyü soruşur, 419 ilə 137'ni toplayıb 2'yə böləcəm. Deməli 419 üstə gəlinsin 137 böl 2 278 elədi. Təzədən bunun indi 2 mislini istəyir. Vuracam 2'yə. Eləcək 556. B variantı bizim doğru cavabımızdır. 12-ci sualımız. Birinci fəhlə eyni vaxtda 4 detal. İkinci fəhlə isə 5 detal hazırlayır. Onlar birlikdə 54 detal hazırlayırlar. Hər fəhlənin ayrıca neçə detal hazırladığını tapın. İndi bu sualda bəlkə hansısa bir cümlə biraz düzgün yazılmamış ola bilər. Eyni vaxtda, yəni eyni zamanda güclərin eyni olduğunu göstərən bir termindir. Yəni bu 4 detal hazırladığı vaxtda bu 5 detal hazırlayır. Yəni bunun 4 detal hazırladığı vaxt ərzində bu 5 detal hazırlayır. İndi ikisi birlikdə 54 detal hazırlayıblar. Hər fəhlənin ayrıca neçə detal hazırladığını soruşur. Yəni bunu belə başa salım ki, bu 4x qədər hazırlayır. Bu isə 5x qədər hazırlayır. İkisi birlikdə 54 detal hazırlayır. Yəni saatda 4 detal hazırlayırsa neçə saat işləyiblər bilmirəm axı. X saat. X saata bu 4x qədər hazırladı. Bu da neçə saat işləyib bilmirəm. 5x qədər yəni hazırlamış olur. X-ları yazmadan da göstərəcəm.
9x bərabərdir 54 olanda x olur 6. Yəni 54'ü bunların ikisinin cəminə böldüm ki, ikisi bir saat ərzində 9 detal hazırlayırsa, 54'ü bölüm görüm 9'a neçə saat bunlar işləyiblər? Bax, sadə həll. 6 saat. 6 saat ərzində biri saatda 4 detal hazırlayırsa, 24'ün bu hazırlayıb. 6 saat ərzində biri saatda 5 detal hazırlayıbsa, 30'un bu hazırlayıb. 24 və 30. Cəmi 54. Bu 4'ə bölünür, bu da 5'ə bölünür. Belə də yoxlayıb cavabın düzgünlüyünü tapa bilərsiniz. 13 ifadəsini həll edin millimetrlə. 14 metr 8 santimetr. 14 metr 8 santimetr. Yenə deyirəm, bax, bir kitab işləməklə siz bütün qaydaları bilə bilərsiniz. Riyaziyyat da dəyişən bir şey deyil. Yəni mən həmişə dərslərdə bildirirəm ki, əgər bu verilən tapşırıqları, yəni kitabda falan olan, sınavlarda olan tapşırıqları yaza bilirsinizsə, məntiqini anlayırsınızsa, imtahandakını da yazacaqsınız. Orada rəqəmlər dəyişir, amma qaydalar dəyişmir. Qaydalar eynidir. Hamısı metrə çevirəm. 14 metri vurdum minə. 14 min elədi. Millimetrə çevirirəm. Hamısı millimetrə çevirirəm. 8 santimetr vururam ona, elədi 80. 14.080 çıxılsın x bərabərdir 140. X bərabərdir 14.080 çıxılsın 140. 14.080-dən 140'ı çıxanda 13.940 millimetr etmiş olur. C variantı bizim cavabımızdır. Tənlik 2 vurulsun x bölünsün 24 vurulsun 3 bərabərdir. 18'i 2'yə vururam 36 edir. İstəsəz vurub aça bilərsiniz, amma belə ifadələrdə risk eləməyin. Yəni ibtidai ixtisasında 36'ını 3'ə bölmək daha uğurlu alınır. 2 vurulsun x bölünsün 24 bərabərdir. 36'ını 3'ə böldüm 12. Baxın, nəyi 24'ə bölsəm 12 eləyər? 12'ni 24'ə vuracam. 2 dənə eyni hüquqlu ifadədirsə, bərabərliyə hansı yaxındısa birinci onu məhv edirik. 12'ni vuracam 24'ə. 2 vur x bərabərdir 288. X bərabərdir 288'i bölürəm 2'yə. 144. Cavab oldu C. 15. 77.630 ədədini minliklərə qədər yuvarlaqlaşdırın və əvvəlki ədədlə yeni ədədin fərqini tapın. 77.630'u təkli, onluq, yüzlük, minliyə qədər yuvarlaqlaşdıranda minliyin sağındakı ədədə baxıram. Artım verir. 78.000 olmuş olur. İndi deyir ki, ədəd necə dəyişdi? 78.000'dən 77.630'u çıxaram da görüm nə qədər dəyişdi. 370 vahid dəyişdi. Fərqi 370'dir. Artıb, nə qədər artıb? 370 vahid artıb. 16 ifadəsini həll edin. Hamısını millilitrə çevirəcəm. Bu litrdir. Hava imtahanda da sizi çaşdırmasını görürsünüz. Aralı yazılıb da bunu 61.380 kimi götürməyin. Bu 6 litrdir. 6 litr 6000'dir. Yanında da 380 var. 6380 çıx x bərabər 4 litrimiz 4940. X də bərabər 6380 çıxılsın 4940. 1440 millilitr. E variantı bizim cavabımızdır. 17. Konfetlə dolu yeşiyin çəkisi 37'dir. Yeşiyin yarısı boşaldıqda çəkisi 21 kilogram olur. Yeşiyin öz çəkisini tapın. Əslində bunu şifahi də tapa bilərsiniz. 37'dən 21'i çıxanda yeşiyin yarısı eləyir. Yarısının dolmuş hissəsi olur. Yəni konfet üstə gəl, daha sonra yeşik üstə gəl konfet 37'dir. Yeşiyin yarısı dolubsa, yəni üstə gəl 2'də 1 konfet. Yeşiyin yarısı dolanda konfetlər yarımçıq olur da. Bərabərdir 21'dir. Bunu tərəf-tərəfə çıxanda konfetdən 2'də 1 konfeti çıxıram. 2'də 1 konfet edir. 37'dən də 21'i çıxıram. 37 çıx 21. Elədi 16. Konfet bərabərdir. 16'nı 2'yə vurdum. 32 elədi. Yəni konfetin kütləsi 32'dir. Bu o deməkdir. 37 kilodan 32'si konfetdirsə 5 kiloda yeşiyin ağırlığıdır. Şifahi yazar 37'dən 21'i çıxıram ki, yarım konfetin, yəni yarım yeşik konfetin kütləsini tapım 16'dır. Yarısı 16'dırsa bütövü 32'dir. 37'dən 32'si konfetdirsə, deməli yerdə qalan 5 kilo yeşikdir. B bizim cavabımızdır. 18. Bu sualda təkrar düşüb. Bu sual yadıma gəlir. Bəlkə 2020'də, 21-ci illərdə olmuş imtahan suallarının və ya model suallarının içərisində var. Bu sual tipi yadıma gəlir. Yəni imtahana ilə bir həftə qalmış o model sualları atanda
qrupda bu sual tipi də xatırlayıram ki, yəni köhnə ilin artinin baza suallarından sayılır. Həftədə 3 dəfə, hər dəfə 1 saat 20 dəqiqə idmanla məşğul olan idmançı bir həftədə neçə saat idman edir? 1 saat 20 dəqiqə, deməli həftədə 3 dəfə, 3 vurulsun 1 saat 20 dəqiqə bərabərdir. 3-ü 1-ə vururam 3 saat, 3-ü 20-yə vururam 60 dəqiqə, 3 saat 60 dəqiqədə 4 saat deməkdir də. Yəni 1.20-ni sən 3-ə vuranda 4 saat vaxt gedir. Həftədə 3 dəfə 1 saat 20 dəqiqə cəmi 4 saat deməkdir. İstəyirsən belə lap loru dildə yaz. 3 dənə 1 saat 20 dəqiqə var. 3 saat burada, 20 dəqiqələri toplaşır 60 dəqiqə eləyir. Bu da 4-cü saatı yaradır. Bir həftə ərzində 3 dəfə məşğul olur və hər məşğuliyyət 1 saat 20 dəqiqədirsə, 3 məşğuliyyət 4 saata bərabərdir. 19-cu sualımız, baxaq 19-cu suala. Qutuda 13 bucaq, ehtimal məsələləri, hər dəfə sizə deyirdim ki, ehtimaldan bu tip sual qarşımıza çıxır. Bunu top məsələsindən başa salmışıq. Bu da onun həndəsə versiyası. Bax, görün necə qaydanı bilən üçün bu sual rahatdır. Deyir 13 bucaq var, 15 dairə var, 7 düz bucaqlı var. Təsadüfi seçilən fiqurun dairə olma ehtimalı. Yəni, bu top məsələsindən də rahatdır. Hadisənin baş vermə ehtimalı necə idi? Məxrəcə hamısının cəmini yazırdıq, yadınıza gəlirsə. Yəni, torbada nə qədər var? 10, 15 və 7. 25-in üstə 7 gələndə 32 dənə. Torbada 32 dənə fiqur var. Neçəsi dairədir? Mən dairə axtarım. 15-i dairədir. Qutardı. Deyirdim, sinifdə 30 uşaq var, 15-i qız, 5, nə bilim, 20-si qız, 10-u oğlan. Çıxan uşağın oğlan olma ehtimalı, qız olma ehtimalı. Eyni sualın fərqli formasıdır da. 32-də 15 qutardı. Doğru cavab B variantı. 32-də 15-ə bərabərdir. 20-ci sualda bizə bərabərsizlik sualı kimi qeyd ediblər. Sadəcə rəqəmlər və ədədləri tam necə olduğunu bizə bildirməyiblər. Təxmini olaraq bu formada bir misal olduğunu bildiriblər. Yəni kitabımızda olan bir sualı bura yazmışıq. Amma yenə deyirəm, yəni imtahanda buna uyğun bir sual olduğu bildirdiyinə görə, yəni dəqiq rəqəmlər gəlmədiyinə görə sual boş qalmasın deyə bu formada bir sualı yazır. Yəni bunu yaza bilirsinizsə, onu da yaza bilirsiniz, məntiqin anlaya bilərsiniz. 2x üstəgəl 5 vurulsun 5 böyükdür 185. İstəsəm burada 185-i bölərəm 5-ə, edər 37. 2x üstəgəl 5 böyükdür 37. Yəni 185-i 5-ə böldüm 37 elədi. 2x böyükdür 37-dən 5 çıxıram 32. X böyükdür 32-ni 2-yə böldüm 16. 16-dan böyük ədədlər hansılardır? 17, 18, 19 və s. Bizə deyir ki, ən kiçiyin 16-dan sonra gələn ən kiçik ədəd 17-dir. 3 mislin istəyir 51. D variantı bizim doğru cavabımızdır. Yəni bizə müdavimlərin belə deyək də ağzından eşitdiyimiz, onları sual formasına saldığımız suallar 20 dənədir. Təbii ki, imtahanda 25 sualdır, sertifikasiya imtahanında, miqdə isə 20 sual olur. Əgər sizin də imtahanda iştirak eləmirsinizsə, yadınızda qalan sual tipi varsa, videonun rəy bölməsindən xahiş olunur ki, sualı, amma xahişimiz odur ki, tam düzgün formada rəqəmlərlə, sözlərlə qeyd edin. Biz o suallar haqqında da sizə məlumatı vermiş olaq. Belə əjdahalarımız, bu suallar sizə necə gəlir? Rahat, orta, yoxsa çətin? Bunu videonun rəy bölməsindən qeyd edin. Çalışın sualları saxlayın, birinci özünüz işləyin. Ondan sonra rəydə neçə suala düzgün cavab yazdığınızı qeyd edə bilərsiniz. Əgər bizim tam sıfırdan ödənişli və ödənişsiz dərslərimizdən maraqlanırsınızsa, 055 527 2599 WhatsApp nömrəsinə yaza bilərsiniz. Növbəti il 2027-ci il imtahanı verən müəllimlər üçün artıq yay dərslərimiz dərslərə başlayır. Həmçinin bizim Face Akademinin riyaziyyat kitabını əldə edərək, bax bu sual tiplərindən yüzlərlə, minlərlə sual işləyə bilərsiniz və imtahana tam hazır formada ola bilərsiniz. Kitabdan nümunə səhifələr istəyirsinizsə, menecerimizə yazaraq nümunə səhifələr əldə edə bilərsiniz. Kitabı da bütün kitab mağazalarından əldə edə bilərsiniz. Sağ olun, növbəti dərsdə görüşərik. Hələlik.